salamlar. Bugün mən sizə sasə və isə hissəciyinin fərqlərindən danışacağım. Gördüyünüz kimi bura 4 söz yazmışam. Necə bilərik ki, buradakı sasə isə hissəciyinin qısaldılmışıdır, yoxsa şərt şəklidir? Əvvəlcə bura bəzi düsturlar yazacağam ki, bu düsturları bilməyimiz lazımdır. Baxın uşaqlar, yazıram. Zaman, yəni zaman şəkilçiləri üzərinə gəlsin sasə olarsa, bu zaman bu isə hissəciyi olacaq. Yazıram mamə, yəni inkar şəkilçisi. Üzərinə gəlsin sasə olarsa, bu şərt şəkli olacaq. Gəlin nümunələr üzərində öyrənək. Yazmışam ki, pozacaqsa, gəlin bunu kök və şəkilçiyə ayıraq. Deməli, pozmaq sözün kökü. Baxın, burada uşaqlar acaq, əcək var. Bilirik ki, acaq, əcək gələcək zamanı şəkilçisidir. Dediyim kimi, əgər zaman şəkilçisi üzərinə gəlsin sasə varsa, bu olacaq isə hissəciyi. Baxaq, ikinci nümunədə yazmışam ki, aparırsa. Aparmaq sözün köküdür. Burada yenə ır şəkilçisi var. Uşaqlar, bu ır şəkilçisi indiki zamanlı şəkilçisidir. Yenə də zaman şəkilçisi olduğuna görə buradakı sasə isə hissəciyi olacaq. Baxaq, deməsəydiniz, uşaqlar, sözün kökü demək. Burada mamə inkarlıq şəkilçisidir. Əgər inkar şəkilçisi üzərinə sasə yazmışamsa, deməli buradakı sasə nə olacaq? Şərt şəkli olacaq. Yazıram şərt şəkli. Yaşasan. Aha, baxırıq ki, burada mamə inkarlıq şəkilçisi yoxdur. Əgər uşaqlar şəkilçisi olmasa, inkarlıq şəkilçisi olmasa belə, biz ona inkarlıq şəkilçisini artıra biliriksə, artıq bu sözdə şərt şəkli hesab olunur. Baxın, deyirəm yaşasan, yaşamasan. Görürsünüz, alındıra bildim. Deməli, yaşamaq sözün kökü olacaq, mamə inkar şəkilçisi olacaq, buradakı sasə də nə olacaq? Şərt şəkli olacaqdır. Baxın uşaqlar, bir dənə bu qaydanı bilsəniz, demək olar ki, testlərdə çox asanlıqla isə hissəciyi ilə şərt şəklini fərqləndirə bilərsiniz.